Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bə'də. Əmmə bə'd. Davam edirik Sirət-ü Rasul, Muxtasar Sirət-ü Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvəhhab rahimahullahın risaləsini, yəni Allah Resulü sallallahu aleyhi və səlləmin həyatı barəsində. Və bugün də 22-ci dərsdir. Deyir ki, Raca'na ilə sirətihi sallallahu aleyhi və səlləm, keçən dəfə qalmışdıq ki, müşriklərin Allah Resulü sallallahu aleyhi və səlləmdən möcüzələr tələb etməsi haqqında. İndir qaydırıq tezdən Peyğəmbər sallallahu aleyhi və səlləmin sirasına və onun deyir, yəni Taif adlı indi şəhərdir, qabaqları balaca bir yer idi, yəni ora çıxması. Və deyir ki, xurucuhu sallallahu aleyhi və səlləm ilə Taif və Allah Resulü sallallahu aleyhi və səlləmin Taifə çıxması. وَلَمَّ اشْتَدَّ الْبَلَاءُ مِنْ قُرَيْشٍ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ بَعْدَ مَوْتِ عَمِّهِ خَرَجَ إِلَى الطَّائِفِ. Və Qureyşin deyir, Allah Resulü sallallahu aleyhi və səlləmə qarşı təpkisidir, şiddətlənəndən sonra, əmisinin, yəni vəfatından sonra şiddətləndi, daha doğrusu. Və Allah Resulü sallallahu aleyhi və səlləm qərar verdi, Taifə çıxsın, yəni Taif qəbiləsinə getsin, o tərəfə getsin. Raca ən yuavvuh o yansuruh, yəni ümid edərək ki, onlar ona sığınacaq verərlər, yardım edərlər, yəni Qureyşlərə qarşı ki, yəni qarşısını alsınlar ki, rahatlıqla Rəbbinin risaləsini insanlara çatdırsın. وَدَعَاهُمْ إِلَى اللّٰهِ عَزَّ وَجَلْ فَلَمْ يَرَى مَنْ يُؤْوِي وَلَمْ يَرَى نَاصِرًا وَعَزَوْهُ أَشَدَّ لَزَى. Və Allaha deyir, çağırdığı zaman, dəvət etdiyi zaman görmədi ki, onlardan kimsə ona sığınacaq versin, kimsə yardımcı olsun öz qövmünə qarşı. Əksinə, yəni onlardan da betər, daha şiddətli əziyyətlər verdilər. Yəni heç qövmü belə əziyyətlər verməmişdi ki, onlar verdilər. Və kənə məhu Zeyd ibn Hərisə məvləhu. Və yanında Zeyd ibn Hərisə var idi, mövlası. Fəyəqamə beynəhum əşrə əyyəm və onların içində 10 gün qaldı. Lə yədə əhədən min əşrafihim illə kəlləməhu. Onların şərəflilərindən, başçılarından elə bir kəsi tərk etmədi ki, onunla danışmasın, onu dəvət etməsin. Və dedilər ki, uxruc min bilədinə, çıx bizim ölkəmizdən, çıx bizim şəhərimizdən. Və qarru bihi sufəhəəhum və səfehlərini ona qarşı qaldırdılar. Fəvaqafu ləhu sıntayn. Ona qarşı 2 səhv durdular. Və cəəlu yərmunəhu bil hicarə və onu başladılar daşla vurmağa. Və səfeh sözlərlə təhqir etməyə. Halbuki deyir, bu daşdan da daha betər idi onun üçün. Yəni o səfeh sözləri. Hətta dəmiyyət qadaməhu və daşladılar, yəni ayaqları deyir, qanamışdı və Zeyd ibn Hərisə deyir, onu deyir, öz bədəni ilə qoruyurdu. O başından deyir, yarıqlar aldı. Və belə döndülər, yəni Məkkəyə tərəf. Və fi mərcəhi dəə bid-dual məşhur. Və qayıdış zamanı o həmin o məşhur duasını edir. Hansı ki, Taifdən qaydanda dua edir. Allahumma inni əşku iləykə da'fə quvvəti və qillətə hiləti və həvani ələn-nəs. Əntə Rabbul Mustadafin, əntə Ərhamur Rahimin, əntə Rabbul Mustadafin və əntə Rabbi ilə mən təkiluni ilə bəidin təhəccümuni əv ilə aduvin mələktəhu əmri. İn ləm yəkun bikə qadabun aleyyə fələ ubali qayrə ənə afiyətəkə hiyə əvsəvli. Əuzu bi nuri vəchikə ləzi əşrəqət ləhu zulümət və saləhə aleyhi əmru dünya vəl-əxirə ən yəhillə aleyyə qadabuk əv yənzilə bihi saxatuk. Ləkə utbə həttə tərda və lə həvlə və lə quvvətə illə bikr. Yəni bu, orada etdiyi, yəni duasıdır Peyğəmbər sallallahu aleyhi və səlləmin. Mənası da təxmini belədir. Ey Allahım, yəni sənə şikayətlənirəm öz zəifliyimdən, yəni öz vasitələrimin azlığından, həmçinin qövmünün məni təhqir etməsindən, alçaltmasından. Yəni, rəhimlilərin rəhimlisi
sən deyir, yəni zəiflərin Rəbbisən, sən Rəbbimsən, sən məni deyir, kimlərin əlinə verdin? O düşmənin ki, hansı ki, mənə qarşı nifrət edir, yoxsa ki, yaxının ki, hansı ki, mənim üzərimdə ona hökmdarlıq verdin. Və deyir ki, əgər mənə qarşı qəzəbin yoxdursa, bu mənim üçün bir kədər sayılmaz. Əgər bu qəzəbimə səbəb olmayacaqsa, bu mənim üçün dözüləsidir, yəni. Lakin sənin mənə verdiyin nemət mənim üçün daha genişdir. Yəni, sənin üzünün nuruna sığınıram, hansı ki, zülmətləri işıqlandırır və dünya və axirət onunla deyir, yararlı olur. Yəni, Allahın üzünün nuru ilə yararlı olur. Yəni, Allaha sığınır, yəni bu şeylərdən və deyir ki, ən yəhillə aleyyə qadəb. Yəni, sığınıram ki, sənin qəzəbin mənim üzərimə düşməsin, sənin mənə qarşı, yəni saxatıb, bu da qəzəbdir, qəzəb növüdür. Və deyir ki, səndən neymət diləyirəm, ta ki, məndən razı qalasan, və lə həvlə və lə quvvətə illə bik. Səndən başqa heç bir güc və qüdrət yoxdur. Yəni, bu kimi, yəni təxmini mənası budur, yəni etdiyi duanın. Fəarsələ Rabbəhu təbərək və təalə iləyhi mələkəl cibəl yəstəmiruhu ən yutabbiqə əl-əxşəbeyn. Və Allah Taala bu zaman deyir, ona deyir, dağ mələyini göndərir ki, əmr et, yəni izin ver, bu iki dağı onların üzərinə aşırım. Yəni, kimlərin üzərinə? Məkkə əhlinin üzərinə. Yəni, Məkkə iki böyük dağla əhatəli idi. Deyir ki, وَهُمَ جَبَلَاهَا الَّذَانِ هِيَ بَيْنَهُمَا. Yəni, Məkkə bu iki dağın arasındadır da, yəni bu iki dağın arasındadır. Və deyir ki, bəl əstəni bihim ləallallah ən yuxricə min aslabihim mən ya'buduhu la yushriku bihi şeyə. Yoxdur, mən onlar üçün möhlət istəyərəm ki, bəlkədir Allah Taala onların bellərindən elə birsin gətirsin ki, onlar deyir Allaha ibadət etsin, ona heç bir şərik qoşmasınlar. Fələmmə nəzələ binəxlə fi mərcəhi qamə yusalli minəl-leyl mə şəəllah. Və deyir, Nəxlə adlı yerə çatanda, yəni Məkkəyə yaxınlaşanda, gecəni bütün namazla keçirdi. Fəsarafallahu ileyhi nəfərə minəl-cin. Və Allah Taala həmin zaman ona bir qrup cin göndərir dinləmək üçün. Fəstəmiu qiraətəhu və həmin o namazındakı qiraətini cinlər başlayır dinləməyə, onun isə xəbəri olmur. Ta ki bu ayə nazil olur. Yəni Əhqaf surəsinin 29-cu, 32-ci ayələr nazil olur bu haqda. Və sarafna ileykə nəfərən minəl-cin. Yəni bir zaman biz sənə cinlərdən bir qrup yönəltdik. Yəni səni dinləsinlər deyə. Onlar da gəldilər, dedilər ki, Musa əleyhissalamdan bu tərəfə belə bir şey eşitməmişdik. Yəni Əhqaf surəsində keçir bu hekayə. Və qamə bin-nəxlə əyyəm. Və Nəxlə deyilən yerdə, o məntəqədə bir neçə gün qalır Peyğəmbər sallallahu əleyhi və səlləm. Fəqalə Zeyd ibn Hərisə və Zeyd ibn Hərisə radiyallahu anhu deyir ki, keyfə tədxulu aleyhim və qad əxracuk. Yəni necə girəcəksən bəs Məkkəyə? Səni oradan çıxardıblar. Yəni Qureyşlilər çıxardıblar. Deyir ki, ya Zeyd, innallaha cailun limə tərə fəracan və məxraca. Ey Zeyd, yəni Allah deyir, gördüyün bu şeyə deyir, çıxış yolu deyir, verəcək. Və innallaha nasuru dinihi və muzhiru nəbiyihi. Çünki Allah öz dininə yardım edəcək və öz peyğəmbərini izhar edəcək, aşkarlayacaq insanlara. Thumma intəhə ilə Məkkə, sonra çatdılar Məkkəyə. Fə ərsələ rəculən min Xəzəə ilə Mut'im ibn Adi ədxil fi civarik. Sonra bir kəsi göndərir Mut'im ibn Adinin yanına ki, yəni elə bir ki, onun yanına girsin, əminamanlı olsun da, elə bir ki, ona sığınsın. Və o da razılaşır. Fədəəl Mut'im bənihi öz övladlarını çağırır, öz qövmünü çağırır və silahlandırır, silahlanırlar.
ki, onun amanı altında girsin Məkkəyə. Və kanu ində arkanil beyt və onlar da deyir beytin deyir evin, yəni Kəbənin künclərində dururlar. Finni qad əcərtu Muhammedən. Deyir ki, mən deyir Muhammed sallallahu əleyhi və səlləmə gəlib ki əhd bağlamışam onunla ki, onu toxunulmayacaq da, yəni burada. Fələ yuhki əhədə fintəhə Rasulullah sallallahu əleyhi və səlləm ilə ruknin fəstələməhu. Və heç kəs ona heç nə deməyəcək, heç kəs ona yəni ki, toxunmayacaq. Yəni bu barədə yəni əhdim var onunla və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir girir və Yəmən rükünü, yəni Kəbənin bir küncünü hələ bir ki tutur. Orada 2 rükət namaz qılır. Vansarafa ilə beyti, ondan sonra yəni evinə girir. Vəl-Mutim ibn Adi və vələduhu məhduqun bihi fissalah muhaddikun lahu fissalah hatta daxala beytahu. Və deyir Mutim ibn Adi də öz övladları ilə, öz qövmü ilə nəzarət edir ki, heç kəs bunlara toxunmasın ta ki bu öz evinə girənə qədər. Və belə yəni Taifdən dönüşü bu cürlə, bu formada olur. Yəni bir təhər çıxır və bir təhər qayıdır. Ondan sonra gəlir İsra və Meyrac haqqında. Deyir ki, Əl-İsra vəl-Meyrac sümmə usriyə bi Rasulillahi sallallahu aleyhi və səlləm ilə Beytil Quds. Qüdsə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə gedir. Buraq adlı minin üzərində Cəbrail əleyhissalamın yanında da, yəni onunla bərabər. Fənəzələ hunək, gəlir çatır Qüdsə. وَصَّلَّ بِالْأَنْبِيَا imamən və peyğəmbərlərə imam duraraq namaz qıldırır onlara. وَرَبَتَ Buraq بِحَلَقَةِ بَابِ الْمَسْجِدِ və Buraqı, həmin heyvanı bağlayır, yəni məscidin qapısına. ثُمَّ عَرَجَ بِهِ إِلَى السَّمَاءِ الدُّنْيَا. Sonra Meyrac olunur birinci səmaya, yəni dünya səmasına qalxır. Meyrac nədir? Məaric pillələrdir, yəni pillə-pillə qalxır dünya səmasına. Fəra fihə Ədəm və orada Adəm əleyhissalamı görür. Və ra ərvahə suada ən yeminihi və əşqiya ən şimalihi və görür ki, xoşbəxtlərin, yəni xoşbəxt ruhlar Adəm əleyhissalamın sağındadır və bədbəxt ruhlar isə solundadır. Thumma ilə səni, sonra ikinci səmaya qalxır və orada deyir, rastlaşır İsa əleyhissalamla, Yəhya əleyhissalamla, sonra üçüncü səmaya qalxır. Orada Yusuf əleyhissalamı görür, sonra 4-cü səmaya qalxır, orada İdris əleyhissalamı görür, sonra 5-ci səmaya qalxır, orada Harun əleyhissalamı görür, 6-cı səmaya qalxır, orada Musa əleyhissalamı görür. Fələmmə cəvazəhu bəqiyə fihi fəqilə ləhu mə yukik. Və onun yanından keçəndə, Musa əleyhissalamın yanından keçəndə, Musa əleyhissalam başlayır ağlamağa, deyirlər ki, səni nə ağlatdı? Səni nə ağlatdı? Deyir ki, əbki ənəhu ləmən bu isə bədi. Mən ağlayıram ona ki, bu cavandır, məndən sonra göndərilib, onun ümmətindəndir cənnətə, daha çox girəcək, nəinki mənim ümmətimdən. Thumma uricə bihi ilə səməyə səbiyə. Ondan sonra 7-ci səmaya qaldırılır. Fələqiyə fihə İbrahim, orada İbrahim əleyhissalamla qarşılaşır. Thumma ilə sidratil muntəhə. Ondan sonra gəlir, yəni muntəhə, yəni bitəcək, yəni sərhəd olan sidr ağacına. Yəni sərhəddir də artıq, yəni 7-ci səmadan o tərəfə sidr ağacıdır və bu sərhəddir, bundan o tərəfə heç kəs getməyib, heç kəs getmir. Thumma rafə iləl beytil məmur, ondan sonra qaldırılır Beytil Məmur adlı, yəni Kəbənin düz üzərində olan başqa bir məscid, yəni Beytil Məmur adlanır, düz üstündədir. Fərə hunəkə Cibril fi surətihi ləhu 600 cənəh. Və orada deyir, Cəbrail əleyhissalamı görür, yəni 600 qanadı ilə öz surətində. Və bu barədə Allah Taala buyurur: "Və laqad ra'ahu nazlatan ukhra 'inda sidratil muntaha." Artıq onu, yəni digər ikinci dəfədir görür. 'Inda sidratil muntaha, yəni həmin o sidr ağacının yanında da. Və kəlləməhu rabbuhu və ataahu ma ataahu. Rəbbi onunla danışır. Ondan o tərəfə hələ bir ki, bundan o tərəfə artıq heç kəsə izin verilmir. Hətta Cəbrail əleyhissalam getmir. Və qalxır Rəbbinin yanına, orada deyir, Rəbbi ilə danışır və Rəbbi ona verdiyindən, əmrlərindən, qadağalarından verir və ona deyir, namazı əmr edir. Fəkənət qurratu ayni Rasulillahi sallallahu aleyhi ve sellem. Və bu namaz da deyir,
göz aydınlığı olur Allah Resulü sallallahu aleyhi ve sellem üçün. Fəmə əsbəhə Rasulullah sallallahu aleyhi ve sellem fi qavmihi və əxbərəhum iştəddə təkzibuhum ləhu. Səhərsi günü Allah Resulü sallallahu aleyhi ve sellem bunu öz qövmünə danışanda, xəbər verəndə biraz da daha şiddətli onu başlayırlar yalanlamağa, məsxərəyə tutmağa. Və səluhu en yasifə ləhum Beytəl Məqdis və ondan istəyirlər, tələb edirlər ki, Qüdsü deyir bizə vəsf et. Yəni Qüdsdəki məscidi bizə vəsf et. Fəcələhullahu ləhu həttə ayyənəhu. Və Allah Teala onun gözünün önündə onu canlı bir şəkildə göstərir. Yəni onu vəsf edir. Canlı şəkildə gözünə görsənir və o başlayır Qureyşə bunu vəsf etməyə. Və cələ yuxbiruhum xəbər verir o haqda. Və la yəstətiyun ən yaruddu aleyhi şeyən. Və gedənlər də oraya Şama gedib gələnlər bilirlər axı. Onlar da ona heç nəyi qaytara bilmirlər də, bir cavab qaytara bilmirlər ki, səhv tuta bilmirlər. Çünki bilirlər ki, doğru deyir. Və əxbərəhum ən iyrihim əlləti rəəhə fi məsərrahu və mərciəhi və ən vaxtı qudumihə və ənil bə'iril-ləzi yəqdumuhə. Həmçinin o karvan barəsində xəbər verir ki, hansı ki gecə çıxanda görür ki, bu karvan hələ Məkkəyə tərəf yoldadır. Gedir və qayıdır, o karvan hələ də yolda olur. Xəbər verir ki, belə bir karvan gəlir və onun birinci dəvəsini barəsində hətta xəbər verir ki, qabaqdakı dəvə hansıdır. Fəkənə kəmə qalə və dediyi kimi də baş verir. Yəni, karvan girir Məkkəyə, görürlər ki, hələ dediyi kimidir. Fələm yezidhum zəlikə illə subur. Lakin bu onlara yalnız deyir, inatkarlığını artırır. Fəəbəz zalimun illə kufur. Və zalimlar yalnız deyir, burada deyir, öz küfürlərini biraz da artırır. Yəni, imana gəlmirlər. Sonra deyir ki, Fasıl fil hicrə, yəni hicrət haqqında fəsil. Beyətul əqabətil ulə, yəni ilk əqabə beyyəti, yəni əqabə yer, məntəqə adıdır. İlk əqabə beyyəti nə cürünə baş verir? Zəkərənə ənəhu sallallahu aleyhi ve sellem kən yuvafil əl-mavsim kən kulli am yəttəbil həc fi mənəzilihim və necə ki qabaqcadan deyilmişdi, bundan qabaq deyilmişdi ki, Allah Resulü sallallahu aleyhi ve sellem mövsumdan istifadə edərək, yəni həc və ümrə mövsumlarından istifadə edərək həcləri dəvət edirdi. Öz evlərində və yaxud bazarlarda, yəni münasib məqam düşdükcə onları Allaha çağırırdı, dəvət edirdi. Lakin onun yəni ki, dəvətinə heç kəs icabət etmirdi. Heç kəs də ona sığınacaq vermirdi. Fəkənə mimmən sanəallahu li rasulihi ennəl. Lakin Allah Teala onun üçün başqa bir yol açır. Allah Teala deyir, onun üçün Əvs və Xəzrəc qəbilələrini yaxınlaşdırır. Nə cürünə? Kənu yəsməunu min hulafəihim Yahudul Mədinə. Onlar öz sülh bağladıqları Yahudilərdən, Mədinədəki Yahudilərdən, yəni belə bir xəbərlər eşidirlər ki, ənnə nəbiyyən yub'as fi həzə zəmən. Bu zamanlarda deyir, Peyğəmbər göndərilməlidir və yaxud göndərilib. Fənətbəbiuhu və biz də ona deyir, tabi olacaq və sizi deyir, Ad qövmünün deyir, ölümü ilə öldürəcəyik. Ad qövmünün ölümü ilə, yəni Yeridibli sizi həlak edəcək mənasında. Çünki Ad qövmü necə həlak olub və digər qövmlər. Yeridibli hamısı birdən həlak olublar və sizi bu cürünü öldürəcəyik. Yəni bizim kitablarımızda belə bir vəd var ki, bu zamanlarda Peyğəmbər göndərilməlidir və biz ona qoşulacağıq, sizi də qıracağıq, siz müşrikləri yəni qıracağıq. Bunu kimlər deyirdi? Mədinə Yahudiləri Mədinədəki Əvs və Xəzrəc qəbilələrinə mənsub olan şəxslərə deyirdilər. Və kənətil ənsar təhüccü kəğeyrihi minəl ərəb. Və ənsarlar, orada yaşayan, yəni Əvs və Xəzrəc qəbiləsinə mənsub olanlar, digər ərəblər kimi onlar da həcc edirdilər. Dunəl Yahud. Yahudilər isə həcc etmirdilər. Yəni, onlar da gəlirdilər həccə, Yahudilər isə gəlmirdilər. Yəni, onlar Məkkəyə gəlirdi, Məkkədən xəbərlər alırdı. Amma Yahudilər xəbərlər almırdılar. Yəni, ona görə Yahudilərin xəbəri yox idi. Orada Peyğəmbər göndərilib yoxsa yox. Sadəcə bilirdilər ki, göndərilməlidir. Fələmmə rə'əl ənsar Rasulullah sallallahu aleyhi ve sellem yədəun nəs iləllah və ənsarlar gördükdə ki, Allah Resulü sallallahu aleyhi ve sellem insanları Allaha çağırır,
Və görürlər onun halını, düşünürlər, qıraqdan baxırlar, deyirlər bir-birlərinə ki, Tə'ləmunə vallahi ya qavm ənə həzəlləzi təva'adakum bihil yəhud. Bilirsiniz, ey Allaha and olsun, bilirsiniz ey qövm ki, bunlar, bu peyğəmbər, eyni vəd sizə, yəni yəhudlər dediyi həmin o peyğəmbərdir, vəd etdiyi peyğəmbərdir. Yəni, yəhudilərin danışığından, onların məlumatından bilirlər artıq ki, bu Allah rəsuludur. Yəni, bunlar qıraqdan müşahidə edirlər, həccə gələndə. Görürlər ki, vəsiflər eyni gəlir. Başa düşürlər ki, həmin vəddir, yəhudilər deyib, fələ yəsbiqənnəkum iləyhi və qadarallahu bə'də zəlik. Elə isə deyir, bilirsiniz bunlar bu məlumatı, elə eləməyin ki, yəhudilər sizi qabaqlasın bu şeydə, ki, sonra sizin əleyhünüzə çıxış olsun. Yəni, birinci siz gedin. Və gedirlər Peyğəmbər sallallahu əleyhi və səlləmə elə ki, və deyir ki, ennel yəhud yəkfuruna bihi və Allahın qədəri ilə elə olur ki, bunlar iman edir, yəhudilər küfr edir də, yəni həmin peyğəmbərə, özləri bunlara vəd etdiyi peyğəmbərə. Necə ki, Allah Teala bu haqda bildirir: "Vələmmə cəəhum kitabun min indillahi musaddiqun limə ma'hum və kanu min qablu yestəftihun aləl-ləzina kəfəru fələmmə cəəhum mə arafu kəfəru bihi fələnatullahi aləl-kəfirin." Allah Teala Bəqərə surəsi 89-cu ayədə buyurur ki, "Vələmmə cəəhum kitabun min indillahi." Onlara deyir, Allah qatından deyir, onların əlində olanı təsdiqləyəcək bir kitab gəldikdə, kənu min, halbuki bundan qabaq özləri deyir, kafirlərə deyir, aşkarlayırdılar, bildirirdilər ki, belə bir şəxs, belə bir peyğəmbər peyda olacaq, gələcək. Fələmmə cəəhum mə arafu və bildikləri bir şey onlara gəldikdə, özləri vəd verirdilər. Özləri qorxudurdular müşrikləri. Həmin o bildikləri, vəd etdikləri bir şey, yəni kitab və rəsul gəldikdə özləri küfr etdilər. Və Allah deyir, kafirləri lənət etsin. Və deyir ki, Beyətul əqəbətul ulə və ilkdir əqəbə beyyəti nə vaxt baş verib? Fələqiyə Rasulullah sallallahu aleyhi və səlləm indəl əqəbə 6 nəfər minəl ansar. Və deyir, əqəbə məntəqəsində Allah Rəsulü sallallahu aleyhi və səlləmdən ansardan deyir, hamısı Xazrac qəbiləsindən olur, ansardan 6 nəfər rastlaşır. Yəni 6 nəfərlə rastlaşır Allah Rəsulü sallallahu aleyhi və səlləm Xazrac qəbiləsindən Əqəbə deyilən məntəqədə. Minhum, onların içində Əsəd ibn Zurarədir, Cəbir ibn Abdullahdır, İbn Raib Əs-Süləmi, yəni bu ikisidir. Fədəəhum iləl-İslam fəəsləmu. Və onları İslama çağırır, dəvət edir və onlar da İslamı qəbul edirlər. Sonra qayıdırlar Mədinəyə və dəvət edirlər. Yəni Cəbir ibn Abdullah, bir də Əsəd ibn Zurarə. Yəni həmin 6 nəfərdə, yəni işlərində bu əsas 2 sahabi. Fənəşəl İslam fihə. Və İslam deyir, bundan deyir, başlayır, bunlardan başlayır, bunların dəvətindən orada, Mədinədə. Həttə ləm təbqə dar illə və dəxələhə. Ta o vaxta kimi ki, elə bir ev qalmır ki, orada bu daxil olmasın. Yəni bu dəvət orada girməsin. Fələmmə kənəl amul muqbil cəə minhum 12 rəculə. Və gələn il gələndə, növbəti il gələndə, artıq bunlardan 6 yox, 12 nəfər gəlir. Yəni ilk ildə gələn bəziləri birindən başqa, yəni Cabirdən başqa, qalan 5 nəfər gəlir. Və əlavə olaraq da digərləri, onların içində də Ubad ibn Samit olur, Əbul Heysəm ibn Teyhən olur və qeyriləri. Cəmi bunlar 12 nəfər olurlar. Və kənə sittə əl-əvvəlun qad qalu ləhu ləmmə əsləmu innə beynə qavminə minəl ədavə və şər mə beynəhum. Və əvvəlkidir 6 nəfər qad qalu ləhu, ona deyirlər. Nə deyirlər? Yəni İslamı qəbul edəndə deyirlər ki, innə beynə qavminə minəl ədavə və şər. Bizim, yəni qəbilələr aramızda, yəni Xazracla Əvs arasında, bu 2 qəbilə arasında düşmənçilik var, şər var. Və əsallah ən yecməəhum bikə. Ola bilsin, Allah deyir, sənin vasitənlə bunları cəm etsin, bir araya gətirsin. Yəni Əvsla Xazrac qəbiləsini.
Fəsənəd'uhum ilə əmrikə. Yəni sənin əmrinə onları çağırırıq. Fin yecmə'humullah aleyk fələ racul əz minkə. Allah deyir, o sənin əlinlə onları cəm etsə, çünki səndən daha izzətli bir kəs yoxdur. Və Avsla Xəcrəc deyir, əvvəldə qardaş qəbilə olublar, atadan, anadan. Əsilləri deyir, Yəmənlidirlər, Səbadandılar. Yəni Səba qəbiləsindəndirlər, əsli Səba məntəqəsindəndir. Anaları Qeylə bint Kəhildir. Qeylə bint Kəhildir, yəni o qəbilənin, iki qəbilənin anası birdir də, yəni. İmra min Qada, Qada qəbiləsindən olan bir qadındır. Və yuqalləhə lizəlikə əbnə Qeylə. Və ona görə onlara Qeylə övladları deyilir. Fəvəqət beynəhumul ədavə və aralarında deyir, bir düşmənçilik baş verir o vaxtı. Yəni, düşmənçilik neydən başlayır? Kimisə öldürürlər. Fələbisət beynəhumul hərb və aralarında düşür düşmənçilik və bu düşmənçilik 120 il davam edir. Ta ki, deyir, Allah Taala deyir, İslamla bu düşmənçiliyi deyir, söndürür. Və əlləfə beynəhum bi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Taala deyir, öz rəsulu ilə bu iki qəbilə arasında deyir, neynir? Qovuşdurur, bunları sülh yaradır. Və zəlikə qavluhu və bu da Allah Taala'nın bu ayəsidir ki, vəzkuru ni'metallahi aleykum iz kuntum a'daən fəəlləfə beynə qulubikum fəasbəhtum bi ni'mətihi ixvanə. Allah Taala Əl-İmran surəsi 103-cü ayədə buyurur ki, xatırlayın bir zaman ki, Allahın nemətini deyir, üzərinizdə xatırlayın ki, bir zaman siz deyir, bir-birinizə düşmən idiniz və Allah Taala sizin qəlblərinizi birləşdirdi və sabahladınız Allahın neməti ilə bir-birinizə qardaş olaraq. Yəni, əvvəlki qardaşlıq üstə gəldi ki, İslam qardaşlığı. Fələmmə cəəhu isnə əşər rəculəl əl-əti və növbəti ildir, o həmin 12 nəfər gələndə, hansı ki zikr olundu yuxarıda, onlardan ikisidir Avs qəbiləsinə aid idi, Əbul Heysəm, bir də Uveym ibn Səidə, qalanları isə Xəzrəcdən idi. Qalan 10 nəfər Xəzrəc qəbiləsindən idi. Fələmmən sarafu bəəsə məhum Rasulullah sallallahu aleyhi ve sellem Mus'ab ibn Umeyr və onlardır gedəndədir, onlarla bərabər Mus'ab ibn Umeyri də göndərir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem onlarla bərabər kimi göndərir? Mus'ab ibn Umeyr radiyallahu anhını göndərir ki, və ona tapşırır ki, onlara Quranı öyrətsin və İslamın ərkanlarını, İslamı öyrətsin onlara. Fənəzələ alə Əbi Umamə Əsəd ibn Zurara və Əbu Umamə Əsəd ibn Zurara gildə qalırlar. Fəxarəcə bi Mus'ab və Mus'abla bərabər çıxır Əsəd ibn Zurara, yəni çıxışlarının birində. Fədəxələ bihi həitən min hitan Bəni Zafər və Bəni Zafər, yəni Zafər övladlarının bir bağına girirlər bir yerdə və otururlar orada. Fəşdəmə və hamısı toplaşır ətraflarına, yəni şəxslər və başlayırlar onları İslama dəvət etməyə və onlar da qəbul edirlər İslamı. Bu, yəni nədir? Bu ilk Aqabətül Ulə deyilən, yəni beyyətdir. Hansı ki, ilk Mədinə toxumu, yəni İslam toxumu bunlardan başlayıb. Və deyənək burada inşallah Subhanakallahumma və bihamdika əşhədu an la ilaha illə ente, estəğfiruka və etûbu ileyk.